Ala Muhammed, Ali Muhammed. Və 4 dənə məkan var ki, o yerlərdə namazı qılmaq bəndənin öz ixtiyarındadır. Həmin o yerlərdə istəsə həmin o şəxs namazını bütöv və yaxud da qəsr qılmaq onun öz ixtiyarındadır. Bunlardan ikisi Ərəbistandadır, yəni biri Peyğəmbər məscididir, Mədinədə Peyğəmbər məscididir ki, həmin məsciddə istəsəz zöhr namazını 2 rükət, istəsəz 4 rükət qıla bilərsiniz, ixtiyar sahibisiniz. Biri isə Kəbə evinin ətrafındadır, düz təvaf olunan yerdədir ki, o yerdə də istəsəz namazı 4, istəsəz 2 rükət qıla bilərsiniz inşallah. Biri Kərbəlada İmam Hüseyn əleyhissalamın qəbri olan günbəzin altındadır ki, həmin o yerdə namazı insanın öz ixtiyarına verilir. İstəsə o yerdə 4 rükət, istəsə 2 rükət qıla bilər. Hərəmin içərisi buna aid deyil. Günbəzin altı, yəni zərhin ətrafında əgər namazı qılsaz, vacib namazlarını qılsaz, o yerdə ixtiyar sahibi sayılırsınız. Biri də Kufə məscididir ki, bəzi müştəhidlərin rəyinə əsasən, hətta Kufə şəhərinin özü də həmin o şəxslər üçün istəsələr qəsr, istəsələr də kamil qıla bilərsiniz inşallah. Hansı ki, biz sabah birisi gün Nəcəf şəhərini tərk eləyəndə Kufə şəhərinə, Kufə məscidinə, Səhlə məscidinin namazlarını, əməllərini yerinə getirəndən sonra inşallah İmam Hüseyn ətirli, Kərbəla şəhidləri ətirli, Əbəlfəzaq ətirli, mübarək Kərbəla şəhərinə tərəf hərəkət edəcək inşallah. Allah bizləri dünya və axirədə Əhl-i Beytin ziyarətindən və şəfaatindən ayrı salmasın inşallah.